müəllimdir. Bir nəfər Əhl-i-Beyt məktəbində deyildi, başqa qeydədə idi. Çətinliyə düşürdüyü eşitmişəm ki, Əhl-i-Beyt məktəbində bir İmam Musa ibn Cəfər adlı bir imam var. İmamın dövründə yaşayırdı. Nəzir eləyirəm, işim düzəlsə ona nəzir eləyirəm. Deyir, dərhal işi düzəlir. İmamlarla görüşmək qadağan idi. Bu deyir, ünvan soruşsam mən qorxuludur. Deyir, minir deyir ki, demirlər onlar kəramət sahibidir. Mənim bu miniyim bu şəhərdə hərəkət eləyəcək. Harada diyansa biləcəm onun evidir. Əgər kəramət sahibidirlərsə belədilər. Deyir, miniyinə minir, miniyi gəlir, diyanır, düşür qapını döyür, xidmətçi açır, deyir, filan kəssən, heç bu deməmiş. Gəl imam səni gözləyir. Gedir, imama deyir, nəzir demişdim filan və mən istəyirəm sizin ardıcılınız olum. İmam baxır, deyir, sən yenə də bizim ardıcılımız olmayacaqsan.